Çox dəhşətli bir hadisədən xəbər verirəm. Ürəyi zəif olanlar baxmasın, baxsa da yanına valeriyan qoysun. Belə ki, Tovuz rayonunda hələ üstü açılan bilinən 4 nəfər 10-15 yaş arası uşaqlara təcavüz edirdi. Yəni cinsi istismar edirdi. Bu 15'e yaxın uşağın hal-hazırda 10'u açılıbdır, təsdiq olunub, 5'i də təsdiq olmaq üzrədir. Bu say arta da bilər. Bu cinayət hadisəsi 4-5 ildir davam edirmiş, amma 4-5 gün bundan qabaq, yəni bu gün ayın 18'idir. Bu 18 May 2026, hardasa 12-13 Mayda bir uşağa da təcavüz eləmək istəyəndə uşaq anası arvadını söyüb qaçırdı. Bu adam da, bu dəstə başçısı da uşağı döyübdü. Uşaq zəng eləyib, polisə ərizə yazıblar, 102'yə zəng eləyiblər. Uşaq deyib ki, mənim dostlarım, mənim sinif yoldaşlarım kimi mənə də təcavüz eləmək istəyirdi deyə mən söyüb qaçdım və məni döydü. Və beləcə bu hadisənin üstü açılır. Məlum olur ki, 5 ilə yaxında bu proses gedir. Dəstə başçısı Hüseynov Enlur. Bu dəstə başçısı Enlurdur dəyərli vətənlərim, Enlurdur. Kriminal ad alasıymış, oğru adı alasıymış, belə deyirlər kənddə, Kəsəkdə rayonda. Hüseynov Enlur Arifoğlu. Bunun köməkçisi Yusif Mail və 4-cü adı bilinməyən adam, hələ mənə adı belli olmayan adam da dəstək olurmuş. Ola bilsin zorlanan təbəqənin, yəni zorlayan təbəqənin sayı çox da ola bilər. Nəyə görə deyirəm? Çünki Ursetdən gələn pullu oğlanlar olur. Bunların dostları. Onlar da bu pedofiliyə meyillidir deyə, onlar da ola bilər. Belə deyək. Yəni zorlanan və zorlayan təbəqənin sayı çoxala bilər. Hələ ki 15 uşaq deyilir, onu təsdiq olunubdur. O çoxala bilər, bu 4 nəfər də çoxala bilər. Bütün hallarda Gəncəli kriminal avtoritetin, Rufo'nun adamları gedib o 07 almışlar, onu yandırıb və uşağı da, o 07'ni sürən 17-18 yaşında uşağı da şillə təpinatda salıblar. Və dəyərli vətənlərim, 17 yaşında uşağa 07 alıblar, indi olasın 18 yaşı var o uşağın. 17 yaş olanda o uşağa maşın alıblar ki, bizim o uşaqları, hansı ki o 3 qapının yanına, kəndin başına, çayın qırağına gətirəcəksən. O 07'ni ona görə hədiyyə eləyiblər, uşağa da xəşlik verilmişlər. Yəni bunların oğlan daşıyanıymış. Deməli, təcavüz hadisəsi olur. 4-cü küçədə poçtun yanında əxlaqsızlıq çayxanası var idi. Kəndin uşaqları o çayxananı bir dəfə yandırmışdı. Yanından keçmək olmur, sövüşün biri 1 qəpik, narkotik orada, qumar orada, pivənoy orada və tüstüyə salırlar uşağı. Bir qullam al narkotikdən. Sonra müəyyən dərəcədə bu davay o çoxdandan örgətdiyi uşaq bunu daldan kərkinir, nə bilim neymir. Belə şeylər, yəni uşağın negativ, pis şeylərini də videoya çəkdirirlər. Sənin atana göndərəcəyik. Bax, sən narkotikini çəkdin, sən filan qucağında mı oturdun? Razı olmayan uşaqları da zorla lütdürmüşlər. Ya elə orada, ya da 07'yə qoyub kəndin başında, çayın qırağında stola bağlayıb, lütdüyüb təcavüz eləyirmişlər. Tovuzun Jeffrey Epstein'i. Siz gedib orada adada Epstein axtarırsınız. Ay millət, 1 ildir, bax Trump seçildi, Epstein ortaya çıxdı. Ən böyük ora uşaq daşıyan İlham Əliyev, Mehriban Əliyeva və onların damadı Emin Ağalarov, Araz Ağalarov olubdu. Bunu Britaniya mətbuatı yayınladı, mən də ortaya qoydum. Epstein adası ortaya çıxandan sonra Azərbaycanda bir dənə uşaq itibmi? Xeyr. Hər həftə ən azı 1-2 uşağın itməyindən danışırdım. Bütün uşaqlarda polis oğurluyordu. Aydın olsun, bu VUF 13 tədbiri bu günləri devlət rəhbərləri ilə keçirilməli idi, ikinci günü. İlham Əliyevin yanına kim gəldi? İlham Əliyev nə aldı? Ala bunu. Bir neçə İlham Əliyevin sürtük diktator dostları gəldi. Türkmenistan, Serbiya, Belarusiya, bir neçə belə ölkədir hansı ki, Türkiyə gəlmədi, İran gəlmədi. Rus heç kimi, heç kim. Mən çox gözləyirdim İranın prezidenti gələ. Ooo, gəlmədi. Qardaşlar, bu nə deməkdir bilirsinizmi? Elə bil ki, İlham Əliyevin ən böyük tədbiriydi. Toyuydu mu, yasıydı mı? Belə bir momentdə, belə bir zamanda bir dənə özünü tanıyan ölkənin başçısı gəlmədi. Bir dənə Avropadan, Serbiya bilirsə, o qədər də Avropada heç onu şey eləmirlər. O ölkəni heç onu Putinə bağlı adam kimi tanıyırlar. Heç adam yerinə qoymurlar. Bir dənə özünü tanıyan ölkə, bir dənə ölkə lideri, hətta lider, vitse-prezident, nazirlə belə təmsil edilmədi. Ooo, bu nə deməkdir? İran gəlmədi, Türkiyə gəlmədi, Rusiya gəlmədi, Lavrovsa da göndərərdin da. Kim gəldi? Gürcistan, Belarusiya, Türkmenistan, Serbiya. 5-6 dənə qotur İlhamın diktator dostları. Özbəkistan, 5-6 qotur dostları. Təsəvvür eləyin ay millət. Bu nə deməkdir bilirsinizmi? Bu o demək ki, İlham Əliyev, Heydər Əliyevi kim gətirmişdi o hakimiyyətə? Birinci Əli Hamneyinin razılığı olmuşdu, razılığı. O razı olandan sonra Süleyman Demirel hərəkətə keçmişdi. Sonra da ikisi birləşib Rusiyadan razılıq almışdılar. Üçü də razılıq vermişdi Heydər Əliyevin gəlməsinə və İlhamın gəlməsinə, ata-balaya. İndi bax, üçü də uje məhv eləmək istəyir. Ooo, bir balaca Putinlə Erdoğan şərik idi. Erdoğan uje mal bölgüsü apardı. Erdoğan uje paylaşdı, bölüşdü. Amma hələ Putin bölüşmüyor. Oo, Putin şəriklidir, özdə elə sənədləşdiriblər ki, birbaşa İlham öləndə qonacaq hamısının başına. Etmə edərlər zamanıdır. Allah da götürmür bunu. Ay millət! Sevinin Bakını su basır. Sevinin.
57 illik ata-bala diktatorun korrupsiyasının nəticəsidir. Yaratmamazlığının nəticəsidir. Bu xalqa, bəşəriyyətə xəyanətinin nəticəsidir. Ey millət, sevinin. Bakını basmayıb su. Bakıya basmayıblar. İlhama basıblar. İlham Əliyev hakimiyyətinə basmaq deməkdir bu. Bu Bakının basılması deyil.